Deməli, düstur birinci düstur bu demək savunma düsturu. A üstə gəl B-nin kvadratı bərabərdir A-nın kvadratı 2AB B-nin kvadratı. İndi nümunə işləsək, tutaq ki 2A plus 1-in kvadratı. Birincinin kvadratı 2A-nın kvadratı üstə gəl 2 vurulsun, yəni 2 misli. Birinci vurulsun ikinci üstə gəl ikincinin kvadratı. Sadələşdirsən 2-nin kvadratı 4 eləyir. A-nın kvadratı A kvadratı. 2-ni 2-yə vururam 4A, burada plus olur. 2 vur 2 4, 4 vur 1 4 eləyir yəni. Üstünə 1 gəlir. Sonra qərəzlərindən yazaq. 8C çıxılsın 3B'nin bütöv kvadratı. 8C'nin kvadratı üstə gəl 2 vur 8C vur 3B üstə gəl 3B'nin kvadratı. Demək ki, birincinin kvadratı yazdım. Birinci ikinciyə vurma hasilinin 2 misli. Üstə gəl ikincinin kvadratı. 8'in kvadratı 64 C kvadratı 2 dəfə 8'in 16 vur 3 48 CB üstə gəl 3'ün kvadratı 9 B'nin kvadratı. Sonra biz kvadratlardan tam alsaq, bunlardan yazım. A plus tutaq ki 1 bölü A'nın kvadratını sənə hesabla. Birincinin kvadratı. Birincinin ikinciyə vurmasının 2 misli. 2 vurulsun. Birinci vur ikinci. A vurulsun 1 bölü A. Üstə gəl ikincinin kvadratı. 1 böl A'nın kvadratı. A kvadratı üstə gəl. Bax, A'lar burada ixtisar gedir. Çünki çarpazdılar. 2'ni 1'ə vuranda 2 plus 1 bölünsün A'nın kvadratı. Sonra tutaq ki, belə verib. X bölünsün 4 çıxılsın 2 bölünsün x'in kvadratı. Birincinin kvadratı x bölünsün 4'ün kvadratı. Çıx 2 vur. Birinci vur. İkinci üstə gəl ikincinin kvadratı. Burada pürüz edək, hər iki pürüzdən. X kvadratı bölünsün 4. X'in kvadratı x kvadratı 4'ün kvadratı 16. Burada x'ler ixtisar gedir. Bu 2'ni 2'yə vuranda, yox 2'ni burada 2'yə vuranda 4 eləyir. O 4 də bununla ixtisar gedəndə 1 qalır. Yerdə ümumiyyətlə 1 qaldı. 2'nin kvadratı 4, x'in kvadratı x kvadratı. Sonra kvadrata aid. Kvadratın çıxmasında da eyni düsturdur. İkinci düstur. İkinci düstur A çıxılsın B'nin kvadratıdır. Eyni düsturdur. Sadəcə burada bir dənə çıxıb olacaq. Birinci işarə çıxmadı. Sonra bunu harada istifadə edəcəyik? Buna baxaq. Geriyə istifadə edək. Tutaq ki, sənə bunu verib m kvadratı üstə gəl 2mn üstə gəl n kvadratı deyir. Sənə bunun kvadrat ifadə formasında göstər. M nəyin kvadratıdır? Həmişə belə göstər. M-in. N kvadratı n-in kvadratıdır. M-i n-ə vuranda mn eləyir. 2'yə vuranda 2mn. Ortadakı alınırsa, sən bunu cəmin kvadratı kimi yığa bilərsən. Hər dəfə bunu yoxlamalısın. Tutaq ki, belə al. Bez başqa forması. 9y kvadratı üstə gəl 6xy üstə gəl x kvadratı. 9y kvadratı nəyin kvadratıdır? 3y'in. X kvadratı x'in kvadratıdır. Bir-birinə vurursan 3xy, 2'yə vurursan 6xy. Deməli, yığa bilərsən. 3y üstə gəl x'in kvadratı.
Bu kvadratik ifadəni təzədən açanda bu sol tərəfdəki ifadə alınmalıdır. Alınacaq. Sonra birini yazın. 4a kvadratı üstəgəl 4a plus 1. 4a 2a'nın kvadratıdır. 1 1'in kvadratıdır. 2a'nı 1'e vur, 1'e vur. 2a 2'ye vur. 4a. Alındı 2a plus 1'in kvadratı. Yığıldı. Bir də verə bilər. 2a'nın kvadratı üstəgəl 4ab üstəgəl 2b'nin kvadratı. Hər birindən 2'ni çıxardı ortaq vurulur. Bunu 2'ye böləndə qalır a'nın kvadratı. Bunu 2'ye böləndə qalır 2ab. Bunu 2'ye böləndə b kvadrat. Bu yığılır düstur kimi. A plus b'nin kvadratı kimi. Sonra belə verilə bilər. A'nın kvadratı 2 vurulsun a plus 1 vur a. A plus 1'in kvadratı. 2 ver. A kvadratı işim yoxdur. A plus b'nin yerinə b əvəzləməsi eləsəm gör nə görünür. A'nın kvadratı üstəgəl 2ba üstəgəl b kvadrat almış olur. Təzədən yazın. A'nın kvadratı üstəgəl 2b a arada vurmadı. Üstəgəl b'nin kvadratı. Bu düstur necə yığılırdı? A plus b'nin kvadratı kimi. İndi gətir a'nın işin yoxdur. A'nı əvəzləməmişdin. B'ni nəyin əvəzləmişdin? B'ni bu ifadə ilə əvəzləmişdin. B'ni təzədən gətir qoy yerinə. B'nin yerinə təzədən bax bu ifadəni gətir qoy. B'nin yerinə a plus 1 yaz. Oradan deyir ki a ilə a'nı toplayanda 2a plus 1'in kvadratı. Otaq yeni dördüncü. 4 plus 3x'in kvadratı. 2 vurulsun 4 plus 3x vurulsun 5x plus 1. Üstə gəlsin 5x plus 1'in kvadratı. Deməli, yox onu açmayacağım. Məqsəd burada sənə onu eləməyin deyil. Məqsəd burada. Bunun yerinə a denən. Burada da a olur. Burada buna b denən. Burada da b yaranır. Ne yarandı? A kvadratı çıxılsın 2ab üstə gəlsin b kvadratı yarandı. Bu yığılaraq a çıxılsın b'nin kvadratı kimi yığılır. Bunu yığandan sonra gətir a ilə b'nin yerinə yaz. A'nın yerinə 4 plus 3x yaz. Çıxılsın. B'nin yerinə də 5x plus 1 yaz. Kvadrat. 4 plus 3x çıxılsın. Qarşıda mənfi var deyə buradakı müsbət işarəsi əksinə dəyişəcək. 5x çıxılsın 1'in kvadratı. 4x 4'dən 1 çıxanda 3 eləyir. 3'dən 5 çıxanda mənfi 2x. Çöldən kvadrat. Cavab da belə oldu. Sonra bu cür misal verilə bilər. 19'un kvadratı üstə gəlsin 2 vur. 19 vur 11 üstə gəl 11'in kvadratı. 19'un kvadratı 19'un kvadratıdır. Burada 11'in. 19 11'e vurup 2'ye vuranda da ortada şey eləyir. Deməli bu 19 üstə gəl 11'in bütöv kvadratıdır. 19 ile 11 toplayanda 30. 30'un kvadratı 9. Həmişə belə göz qabağında olmaya da bilər. Bəzən özünü düzəltməlisən. Vəziyyəti özün yaratmalısan. Məsəl üçün burada 14'ün kvadratı üstə gəl 28 vur 12 üstə gəl 144. Bax görsən burada 14'dür, burada 144. Yəni oxşamır. 14'ün kvadratı 28'i 2'ye ayır. 2 vur 14. 144 de 12'nin kvadratıdır. 14 üstə gəl 12'nin mütərizədən kvadratı. Bunu zamanla işlədikcə gözün daha yaxşı görməyə başlayacaq. Neysə olmasan da olar. Əsas məqsəd buradan gətirmək idi. 10-cu sual məsələn. 10 yox. Misal yazın. 23'ün kvadratı bölünsün 100. 13 vurulsun 23. Aşağıda 50.
Üstə gəl 13'ün kvadratı. Aşağıda 100. Bu söhbət məqsədini 2'yə vursam, məxrəcləri eyniləşdirmək üçün. Çıxılsın. Söhbət məqsədini vuraq 2'yə vurun. 2'yə vur. Nə alındı? 100. Yuxarıda 2 vur 13 vur 23. Bərabər yox, plus. 13'ün kvadratı bölünsün 100. Məxrəclər eynidir deyə surətlər toplanıb çıxıla bilər. 23'ün kvadratı çıxılsın. 2 vur 13 vur 23. Üstə gəl 13'ün kvadratı. Yuxarıdakı düsturu xatırladır. Yo, düsturun özü. 23 üst çıxılsın 13'ün kvadratının düsturu. 23'dən 13 çıxanda 10 kvadratı bölünsün 100. 10'un kvadratı 100'dür. 100'ü bölünəm 100'ə 1 verdi. De bunu ayrı misallar birbirine karıştı. Tutaq ki, misal belə verilib. Bəzən həmişə görsənməyəcəkdir göz və birbaşa görsənmir adamın gözünü düstur. Çıx 10 AB çıx 5 B kvadratı. Hər ikisindən 3'ündən -5'i çıxarsan ki -5'i burada A kvadratı qalır. 10'u 5'ə böləndə 2AB 5'i 5'ə böləndə bir dənə B kvadratı qalır. Çölə mənfini çıxartdığına görə burada nə qədər işarələr varsa hamısı əksinə dəyişməlidir. Yəni mənfilər hamısı müsbət olur. Bu içəridəki ifadədə düstur kimi yığılır. A plus B'nin kvadratı kimi. Cavab da bu cürlə qalır. Sonra geriyə yığılmaya aid. Tutaq ki bu 2x y üstə gəl y kvadratı üstə gəl x kvadratı. Bu da adamın gözünə birbaşa görsənmir. 2x y ortaya yazsan amma görsənəcəksə razı. Üstə gəl x kvadratı. Deyib ki bunu ortaya yazdım qalanların qıraqlara. Bütün düstur kimi yığılır. Y üstə gəl x'in kvadratı. Keçək o biri düstura. Üçüncü düstur. A'nın kvadratı çıxılsın B'nin kvadratı bərabərdir. A çıxılsın B. A üstə gəlinsin B. Bu da var. Tutaq ki B kvadratı çıxılsın 4'ün kvadratı. Bir dəfə çıxırsan, bir dəfə toplayırsan. Həmişə belə rahat görsənməyəcək gözü və özünü də yaratmalısan. 9x'in kvadratı tutaq ki 49 sən 7'nin kvadratı kimi yazarsan. 9'u da 3x'in kvadratı. 9x var 3x kvadratı. Bir dəfə topla, bir dəfə çıx. Dik kvadratları tulla da beynində. 7 çıx 3x 7 üstə gəl 3x. Sonra biraz da qəzizlərik. Məsələn bu -x kvadratı üstə gəl A'nın kvadratı. Bir yəni toplananların yerini dəyişdirsən burada düstura oxşayacaq. A kvadratı çıxılsın x kvadratı. Deyib ki x kvadratı burada mənfi idi. Görürsən burada da mənfidir. İşarəni dəyişmədim. A müsbət idi. Heç nə yoxdursa burada da müsbət yazılır. İndi düstur kimi yığ. A çıx x, A üstə gəl x. Sonra tutaq ki bu 4x kvadratı çıxılsın 4'də 1 y-in kvadratı. 4x 2x'in kvadratıdır. 4'də 1 2'də 1 y-in kvadratıdır. Bir dəfə çıx, bir dəfə topla. 2x çıxılsın 2'də 1 y. 2x üstə gəl 2'də 1 y. Tutaq ki 4 A üstü 4 B kvadratı çıx 9 C kvadratı 4 2'nin kvadratıdır. A üstü 4 A kvadratının kvadratıdır. B kvadratı da B'nin kvadratıdır. 2 ver 2'nin kvadratı təzədən 4 deyir.
A kvadratının kvadratı 2 dəfə 2-nin 4 eləyir. B üstü 1-in kvadratı B kvadrat deyir. Çıxılsın 9 da 3C-nin kvadratıdır. Bir dəfə topla, bir dəfə bu kvadrat, çöldəki kvadratları sil, bir dəfə topla, bir dəfə çıx. 2A kvadratı B çıx 3C. 2A kvadratı B üstə gəl 3C. Tutaq ki, Z üstü 4 çıxılsın 49. Z üstü 4 Z kvadratının kvadratıdır. 49 7-nin kvadratıdır. Bir dəfə topla, bir dəfə çıx. Kvadratları tulla. Kvadratları at qırağa, bir dəfə topla, bir dəfə çıx. Z kvadratı çıxılsın 7. Z kvadratı üstə gəlsin 7. Bundan ayırıq. Sonra x kvadratı çıxılsın 0,01. Bu tam %1 bu cür yazılır. %1. %1 onda 1'in kvadratıdır. Onda 1'i de yazın. 0,1'in kvadratı. Bir dəfə çıxın, bir dəfə toplayın. Sonra biraz gəlizlərin həmişə belə rahat olmur. Tutaq ki, x üstü 8 çıx y üstü 6. X üstü 8, x üstü 4'ün kvadratıdır. Vurma prinsipi kimidir. Y üstü 6 da y kubunun kvadratıdır. Bir dəfə topla, bir dəfə çıx. Yəni bölmə gedir. Fikirləşmə ki, 8 nəyin kvadratıdır? Fikirləş ki, 8 2-yə bölünür nəyin? 4. Deməli 3x kvadratı çıxılsın 27y kvadrat. 3 çıxdı ortaq qrupa. Bunu 3'ə böləndə x kvadratı qalır. 27'nin 3'ə böləndə 9y-in kvadratı qalır. 3 vurulsun. X kvadratı ilə işim yoxdur. 9y kvadratını eləyim 3y-in mötərizədən kvadratı. 3 vurulsun. Mötərizə içərisində bir dəfə bunları tulla. Bir dəfə topla, bir dəfə çıx. X çıx 3y. X üstə gəl 3y. Şu. Tutaq ki 16a-nın kvadratı çıxılsın 25x-in kvadratı. 16a 4a-nın kvadratıdır. 25x də 5x-in kvadratıdır. Bir dəfə topla, bir dəfə çıx. 4a çıx 5x. 4a üstə gəl 5x. Bu cür verilsə a üstə gəl 2'nin kvadratı çıxılsın 9. A üstə 2'nin onsuz üstündə kvadrat var. 9 3'ün kvadratıdır. Yəni 2 dənə kvadrat ifadə edir. Bir dəfə çıx, bir dəfə topla. Bir dəfə a plus 2 ilə 3'ü topla. Bir dəfə də a üstə gəl 2 ilə 3'ü çıx. A'nın 2 ilə 3 toplayanda plus 5. 2'dən 3 çıxanda minus 1. İndi bu kvadratlar fərqi düsturunu tərsinə işləməyi öyrənək. Deməli x üstə gəl 2. X çıx 2 verilirsə, eyni ifadənin fərqi və cəminin hasili verilirsə, həmin ifadələrin kvadratları fərqini hesablamaq lazımdır. Tutaq ki 6a çıxılsın 5b. 6a üstə gəl 5b. 6a'nın kvadratı çıxılsın 5b'nin kvadratı kimi olur. 36a kvadratı çıxılsın 25b kvadrat. Sonra tutaq ki a kubu çıx b kvadratı. A kubu üstə gəl b'nin kvadratı. Biraz azaldıq. Bərabərdir.
A kubunun kvadratı çıxılsın B kvadratının kvadratı. Hər birinin kvadratını tapıram. Qüvvətin qüvvəti vurulur. 3 dəfə 2 6. Qüvvətin qüvvəti vurulur. 2 dəfə 2 4. İndi sizə hər dəfə belə rahat verməyəcək. İşarələrin yerini dəyişdirib qoya bilər. Tutaq ki 2P plus 3 çıxılsın 2P. Bu şəkildə olduqda toplamadakı toplananların yerini dəyişdirin. Yəni 2P plus 3-dürsə siz bunu 3 plus 2P yazın ki A üstə gəl B açıq B düsturuna oxşasın. İndi 3-ün kvadratı çıxılsın 2P'nin kvadratı. 9 çıxılsın 4P kvadratı. Bunları ayırın. Bunlar başqa misallardır. Sonra keçək kublar cəminə. A kubu üstə gəlsin B kubu bərabərdir. A üstə gəlsin B'nin A kvadratı çıxılsın AB üstə gəl B kvadratı. A kubu çıxılsın B kubu. A çıxılsın B. A kvadratı üstə gəl AB üstə gəl B'nin kvadratı kimi hesablanır. İndi bunu yazaq. Tutaq ki A kubu üstə gəl 1. A kubu ilə A'nın kubudur. 1 də 1'in kubudur. Sonra kubları sil. Düstura uyğun. Bir dəfə cəmlə. Sonra birincinin kvadratı üstə gəl yox çıxılsın. Birinci ikinciyə vurma asili A vur 1 üstə gəl ikincinin kvadratı. A plus 1 A kvadratı çıxılsın A üstə gəlsin 1. Tutaq ki 125 çıxılsın Y-in kubu. 125 5'in kubudur. Y də elə Y-in kubudur. Kublar silindi. Çıxma düsturuna oxşadacaq. 5 çıxılsın Y. Açıq B-nin yerinə 5 çıx Y yazdıq. A-nın kvadratı 5'in kvadratı. Birincinin kvadratı üstə gəl. Birinci ikinciyə vurma asili üstə gəl. İkincinin kvadratı. Sonra 8 A'nın kubu üstə gəl 1. 8 2'nin kubudur. A kubu da A'nın kubudur. Üstə gəl 1'in kubu. Bir dəfə toplayıram. A plus B sonra birincinin kvadratı 2A'nın kvadratı 4A'nın kvadratı eləyir. Bir-birindən vurma hasili. 2A'nın 1'ə vuranda 2A. Üstə gəl ikinci sonuncunun kvadratı 1'in kvadratı da 1. Bu cür açılır. Biraz da gəlizləşdirsək. 8 A üstü 15 çıxılsın 27 B üstü 12. 8 2'nin kubudur. A üstü 15'də A üstü 5'in kubudur. Vurma prinsipi kimi düşünün. 27 3'ün kubudur. B üstü 12'də B üstü 4'ün kubudur. Belki düstura oxşadırıq. Çıxma olana. Bir dəfə kubları silirəm. Mötərizənin içərisində qalanları bir dəfə çıxıram. İkinci mötərizədə birincinin kvadratı 2A üstü 5'in kvadratı çıxılsın. Üstə gəlsin. Birinci ikinciyə vurma hasili 2A üstü 5 vur 3B üstü 4. Üstə gəl ikincinin kvadratı. Birinci mötərizənin işim yoxdur. İkinci mötərizəni sadələşdirsəm 2'nin kvadratı 4 A üstü 10. 2 dəfə 3'ün 6 A üstü 5 B üstü 4. 3'ün kvadratı 9 B üstü 4'ün kvadratı B üstü 8 4 2'yə vurulur. Sonra başqa formulalarda da istifadə oluna bilər. Bu tutaq ki 3A kubu çıxılsın 81. Hər ikisindən 3 orta vurğa çıxarsam 3A kubunu 3'ə böləndə A kubu qalır. 81 3'ə böləndə 27 qalır. A kubu bir də 27 3'ün kubudur. Kubları sil beynində. 3 vurulsun. Açıq B yəni açıq 3 sonra birincinin kvadratı üstə gəl birincinin ikinciyə vurma asili 3A üstə gəl ikincinin kvadratı 3'ün kvadratı 9 edir. Yaxud da bu cürlə.
5x kubu çıxılsın 5 böl x kubu. Hər birindən 5'i çıxardım. Qalır x kubu bölünsün 1 bölünsün x'in kubu. Hər birindən 5'i çıxaranda 5'e böləndə 1x kubu 1 yazılmır. 5 bölünsün x kubundan 5'i çıxardanda da 5'in yerində 1 qalır. 5 kubları beynində sil. Bir dəfə çıx yerdə qalan ifadəni. Sonra birincinin kvadratı x kvadratı üstə gəl. Birincinin ikinciyə vurma hasili x vur 1 bölü x üstə gəl ikincinin kvadratı. 1'in kvadratı 1 eləyir. X kvadratının kvadratı ilə x kvadratı qalır. 1 bölü x kvadratı ilə nəticədə cavab. Deməli alındı 5 vurulsun. X çıxılsın 1 bölü x. X kvadratı üstə gəlsin 1 üstə gəlsin 1 bölsün x'in kvadratı. İndi bu düstur tərsinə istifadə edək. Tutaq ki, sənə deyir a üstə gəl b, a kvadratı çıxılsın ab üstə gəl b kvadratı deyir. Bu düsturu tərsinə yığ. Necə yığacağıq? Birinci də açar həmişə birinci vuruqda olur. A üstə gəl b-də. A üstə gəl b birinci mötərizənin içərisində olanı hər birini kuba yüksəldib toplayırsınız. Yəni cavab rahat olur. Yəni birincidə 2p çıx 1'dir. Hər birini kuba yüksəl. 2p'nin kubu çıxmadı deyə çıxma 1'in kubu. 2p'nin kubu 8p kubu 1'in kubu da 1. Tutaq ki sonra 2 çıxılsın a 4 üstə gəlsin 2a üstə gəl a kvadratı. Sadəcə əzbərləmək lazımdır ki, çıxmanın düsturunda birincidə çıxmadsa, ikinci mötərizə hamısı plus olur. Ona görə düsturu yığanda da çıxma kimi yığırsan. 2'nin kubu çıxılsın a'nın kubu. 2'nin kubu 8, a'nın kubu da a kubu. Yəni bu hissəyə heç önəm vermədən aça bilərsən. Sadəcə diqqətli olmalısan ki, birinci mötərizə ilə ikinci mötərizə bir-birinə uyğun gəlsin. Yəni ikinci mötərizədəki hədlər, məsəl üçün 4, 2'nin kvadratıdır. 2a bir-birindən hasilidir. 2 vurulsun a kvadratı da ikincinin kvadratıdır. Bu qanun uyğunluğu gözləsən, rahatlıqla bu cür hesablaya bilərsən. Sonra tutaq ki, a kvadratı üstə gəl b kvadratı a üstü 4 çıxılsın a kvadratı b kvadratı üstə gəl b üstü 4 verilir. Yəni birincinin ikinci mötərizədə fikir verin. Birincinin kvadratı birincinin ikinciyə vurma hasili ikincinin kvadratı verilir. Ona görə yığa bilərik bunu. A kvadratı üstə gəl a kvadratının kubu üstə gəl b kvadratının kubu kimi. A üstü 6 üstə gəl b'nin üstündə 6. Sonra keçək o biri düstura. Cəmin kubuna. Bu oldu 6-cı düstur. A üstə gəl b'nin kubu bərabər olur. A kubu üstə gəl 3a kvadratı b üstə gəl 3a b'nin kvadratı üstə gəl b'nin kubu. Çıxması da sadəcə işarə ilə bundan fərqlənir. Sadəcə dalbadal ard-arda işləmək lazımdır ki, vərdiş yaransın. İndi bunu yazaq bir iki dənə. Tutaq ki, a üstə gəl 1'in kubu. Belə zaman birincinin kubu üstə gəl 3 vurulsun. Birincinin kvadratı, yəni a'nın kvadratı vur ikinci. Üstə gəl 3 vurulsun. Bu dəfə birinci vurulsun ikincinin kvadratı. Kvadrat yer dəyişdirdi. Üstə gəl sonuncunun kubu. A kubu yerində qalır. Bu hissədə 3 1'ə vurulur 3 a kvadratı. Bu hissədə 1'in kvadratı 1 eləyir. Götürüb 3'ü 1'ə vurub kvadratını tapmayın. Kvadrat sadəcə 2'yə məxsusdur. 1'in kvadratı 1'dir. 3'ə vuranda 3. Qarşıda da a var 3a. Üstə gəl 1. 1'in kubu da 1'dir. Və çətinləşdirsək a çıx 2'nin kubu. Birincinin kubu çıxılsın. Düstura çıxmada birinci və axırıncı işarələr çıxma olur. 3 vurulsun. Birincinin kvadratı, yəni a'nın kvadratı vurulsun ikinci. Üstə gəl 3 vurulsun.
birinci yəni A vurulsun ikincinin kvadratı çıxılsın ikincinin kubu. Yəni oxuduqca bu səsi beyninizdə səsləndirsəz rahatlıqla yaza bilərsiniz. 3'ü vurun 2'ye 6 A'nın kvadratı 2'nin kvadratı 4 eləyir. 4'ü buradakı 3'e vuranda 12A çıx 2'nin kubu 8 eləyir. Tutaq ki 2A plus 1'in kubu. Plus 1 yox. Çətin olsun. Plus 3'ün kubu. Birincinin kubu 2A'nın kubu üstə gəl. Yəni 3 vurulsun 3 vurulsun həmişə olur. Birincinin kvadratı 2A'nın kvadratı vurulsun ikinci. Buna qədər niyə mötərizə qoymurdum? Çünki onsuz da bir dənə A idi. Yəni buna belə mötərizə qoymağın mənası yox idi. İndi 2A'dır deyə mötərizəyə alıram. İkinci üstə gəl 3 vurulsun. Bu dəfə birinci vurulsun ikincinin kvadratı. Üstə gəl ikincinin kubu. 2A'nın kubu 2'nin kubu 8 A kubu eləyir. Burada 2'nin kvadratı 4. 4 vur 3 12. 12 vur 3 36. A'nın da kvadratı olduğuna göre A kvadrat. 3 vur 2 6. Buradaki 3'ün kvadratı 9 eləyir. 6 ve 9 54 A. 3'ün kubu da 27 eləyir. Sonra köməkçi müxtəsər vurma sorularından aid misallar işləyək. Burada 5-ci misal yazım. Birinci soru yazım, sonra misal yazarım. X kvadratı üstə gəlsin y kvadratı bərabərdir. X üstə gəlsin y'nin kvadratı çıxılsın 2x y. X kvadratı üstə y kvadratının 2 dənə düsturu var. Birinci yuxarıdadır, ikincidəki bu yazdığım. Bir də kubun köməkçisi var. Tamam. Beşinci sual yazaq deyir. X çıxılsın y bərabərdir 7'dir. X y bərabər 3'dür. X kvadratı üstə y kvadratının tərəf olunur. Bu köməkçi müxtəsər vurma soru yazaq. X kvadratı üstə y kvadratı bərabərdir. X üstə gəl y'nin kvadratı çıxılsın 2x y. X üstə y yox. Bu düsturu yazmayaq. Mənə əlimdə çıxma x-in y-ə fərqi varsa, mənə x çıx y verilibsə, mən x çıx y-dən asılı düsturu yazmalıyım. X çıx y-ın aid düsturu yazım. Üstə gəl 2x y. X çıx y 7'dir. 7'nin kvadratı üstə gəl 2 vurulsun 3 49 üstə 6 54. Sonra burada 7. 3m üstə gəl 2n 5'dir. M vur n 1'dir. 9m kvadratı üstə gəl 4n kvadratı tələb olunur. m kvadratı 3m'in kvadratıdır. Üstə gəl 4n 2n'in kvadratıdır. Bunun köməkçisini tərtib edəsəm, mənə cəm forması verilib. Ona görə cəmin köməkçisini yazacağım. 3m üstə gəl 2n'in kvadratı çıxılsın 2 vurulsun 3m yerləşmədi bura. M üstə gəl 2n'in mütərizə kvadratı çıxılsın 2 vurulsun AB. 3m 2n. AB'nin yerinə 3m və 2n yazalım. 3m üstə gəl 2n'in kvadratı çıxılsın 2 dəfə 3 6 vur 2 12. 3m üstə gəl 2n 5'dir. 5'in kvadratı çıxılsın 12 vur m'in də 1'dir. 25 çıx 12 13 eləyir. Barak. Size 24. tapşırığa.
Birinci sual deyir a plus 1 bölünsün a beraber 3. Bir bölü kvadrada soruşulur. Bize burada köməkçi ilə həll etmemiz tələb olunur. Ancaq birinci verilən bərabərliyin hər tərəfin kvadradı yüksəlsə sizə daha rahat olar. A üstə gəlsin 1 bölü a'nın kvadrada yüksəldin. 3'ü də kvadrada yüksəldin. Birincinin kvadratı üstə gəl 2 vurulsun. Birinci vurulsun ikinci. Üstə gəl ikincinin kvadratı. Birin kvadratı 1 eləyir. A kvadrat, A kvadrat yazılır. Bizə bu ikisi lazımdır deyə bu ikisini yan bayan yazırım. Burada a'lar ixtisar gedir, qalır 2 vur 1. 2 vur 1 2 qalır. Bərabər 9. A kvadratı üstə gəl 1 bölünsün. A kvadratı bərabər 9'dan 2 çıxılır 7. Sonra 7. sual. A plus 1 bölünsün A 3'dürsə A üstü 4 plus 1 bölünsün A üstü 2'ni hesablayın deyir. Ayrı-ayrı kəsirlər kimi yazsam, yəni A üstü 4 bölünsün A üstü 2, üstə gəl 1 bölünsün A üstü 2. Burada A üstü 4'dən 2 çıxanda A üstü 2 qalır, bölünürək. 1 bölünsün A üstü 2. Yenə də bizdən A üstü 2 üstə 1 bölü A üstü 2 soruşulur. Bunu da hesablamaq üçün bunun hər tərəfin kvadradı yüksəldib. Bundan əvvəlki qayda ilə yazacaqsınız. Sonra burada 9'da demək olar hamısı elə birinci yazdığım kimi həll olunur. Sadəcə başlıqları fərqlidir. Hə, 3y kubu üstə gəlsin. Misal itirdim, oradaydı misal. Kub değildi. 3y'nin kvadradı üstə gəlsin. 3 bölünsün y kvadrat. Hər tərəfindən 3'ü çıxarsam y kvadratı üstə gəl. Buradakı 3'ü 3'ə böləndə qalır 1. Mən deməli bu ifadənin qiymətini tapıb yerinə qoysam cavabı tapa bilərəm. Bunun hər tərəfin kvadradı yüksəldib bizə verilənin. Birincinin kvadratı çıxılsın. 2 vurulsun. Birinci vurulsun ikinci. Birinci ikinciyə vurma hasili. Üstə gəl. İkincinin kvadratı. Birin kvadratı 1'dir. 2'nin kvadratı y kvadratı. 49'a. Y kvadratı çıxılsın. 2 dəfə bu y'lər gedir. Qalır 2. Üstə gəl 1 bölü y kvadratı. 49'a y kvadratı. Üstə gəl 1 bölü y kvadratı. Buradakı 2 sağa keçib işarəni dəyişir. Müsbət 2 olur. Deməli y kvadratı üstə gəlsin 1 bölünsün y kvadratı bərabərdir 49 üstə 2 51 olacaq. Burada da ifadənin yerinə 51 yazıb cavabı tapmaq olur. Sonra 17. suala baxaq. A kvadratı üstə gəlsin 1 bölü A kvadratı bərabərli 27 verilib. Məndən A üstə gəl 1 bölü A'nın kvadratı soruşulur. Bunu tapmaq üçün ikinci veriləni həll etsəz daha rahatdır. Köməkçidən qaçmağın bir növüdədir. Köməkçidə çətin çəkir. Sizə verilən ifadəni elə hesablayın. Birincinin kvadratı vurulsun. 2 vurulsun. Birinci vur ikinci. Üstə gəl ikincinin kvadratı. Birin kvadratı 1. A'nın kvadratı A kvadratı. Bu ikisini yan bayan yazın. Burada a'lar ixtisar gedir. Qalır 2 vur 1 2. A kvadrat üstə 1 bölü A kvadratın qiyməti 27'dir. 27'nin üstünə 2 gəlirəm. 29. Cavab 29'dur. Birinci sual.
x kvadratı üstə gəl y kvadratı 101 verilib. X, y 10 verilib. X üstə gəl y tələb olunur. Köməkçi mutlaq vurma sütunu yazaq. X kvadrat üstə y kvadrat 101 verilib şərtdə. X üstə gəl y verilməyib. Bunu saxlayıram, yəni bunu axtarıram. X, y 10 verilib. X, y-in yerinə 10 yazıram. 2 vuram. 101 bərabərdir. X üstə gəl y-in kvadratı çıxılsın 20. Buradakı mənfi 20 sol tərəfə keçir. 101 üstə gəl 20. X üstə gəl y-in kvadratı. 101'in üstüne 20 geldi. 121 bərabərdir. X üstə gəl y-in kvadratına. Buradan da alınır ki, neyin kvadratı 121 eləyər? Nisbət mənfi 11. Həm mənfi 11-in də üstə 11-in kvadratı 11 eləyir. Burada 22'ni izah eləyək. Kuba aiddir. A kubu üstə gəl 1 bölünsün A'nın kubu 2 verilir. Məndən A üstü 6 üstə gəl 1 bölü A üstü 6 soruşulur. Burada bu verilən bu ifadəni köməkçi, kubun köməkçisi ilə həll eləmək olardı. Sadəcə daha rahat olsun diye birinci verilen kvadrata yüksəldin hər tərəfini. Çünki 3'ün kvadratı gəlir A üstü 6'ya çatır. Ona görə birinci sizə verilən şərtin hər tərəfini kuba yüksəldin. Kuba yox, üzr istəyirəm, kvadrata. Birincinin kvadratı üstə gəl 2 vurulsun birinci vurulsun ikinci. Üstə gəl ikincinin kvadratı. 1'in kvadratı 1. A üstü 3'ün kvadratı A üstü 6 edir. Qüvvətlər vurulur. 2'nin kvadratı 4. Burada A üstü 6. A kubları gedir. Qalır 2. 1 böl A üstü 6. Burada 4 qalır. Bu 2 sağ tərəfə keçib işarəsini dəyişsin. A üstü 6 üstə gəl 1 böl A üstü 6. 4 çıx 2. A üstü 6 üstə gəl 1 bölü A üstü 6 da beraber oldu 2. Sonra 18 yazaq. A üstə gəlsin 2 böl A 4. Məndən A kubu üstə gəl 8 böl A kubu tələb olunur. Fikirləşin, birincidə A'nın qüvvəti 1'dir, ikincidə A'nın qüvvəti 3'dür. 1'dən 3'ə getmək üçün birinci verilənin hər tərəfini kuba yüksəltmək lazımdır. Birincinin kubu üstə gəl. Kub düsturu açıram. Cəmin kub düsturu. A üstə gəl B-nin mötərizə kubu. Birincinin kubu 3 vurulsun. Birincinin kvadratının ikinciyə vurulması. Üstə gəl. 3 vurulsun. Birinci vur ikincinin kvadratı. Üstə gəl ikincinin kubu. Evet 4'ün kubu 64. A kubu. Burada A kvadratı ilə A'nın 1'i gedir. Bir dənə A yuxarıda qalır. Olur. 3 də 2'ye vurulur. 3 də V2'nin 6 A qalır. Burada 2'nin kvadratı 4 eləyir. 4'ü 3'e vurulanda 12. A vurulsun. 1 bölünsün. Özür istəyirəm, bu çox yazmayaq. 3 A vurulsun 2'nin kvadratı 4 aşağıda da A'nın kvadratı 2'nin kubu 8 aşağıda da A kubu üstə gəl 6A. Burada bunlar ixtisar gedir, məxrəcdə bir dənə A qalacaq. 3 də və 4'ün 12 eləyir. 12 bir dənə məxrəcdə A. Üstə gəl 8 bölünsün A'nın kubu 64'e. A kubu üstə gəlsin. 8 böl A kubu məndən tələb olunur. Ona görə bu ikisini yan bayan gətirdim. Yerdə qaldı 6A plus 12
12 bölü A beraber 64'dür. A kubu üstə gəl 8 böl. Mən bu hissəni götürüb kənarda hesablayacağım. 6'dır. 6A üstə gəl 12 böl A-nı. Hər tərəf ikisindən də 6'nı çıxarsam 6A-nı 6'ya bölündə A, 12'ni 6'ya bölündə 2, məxrəcdə də A qalır. A plus 2 bölü A-nı mənə şərtdə lap başlanğıcda 4 olaraq verilmişdi. Yerinə yazıram. 6 və 4'ün 24. İndi gətirin bu dairənin yerinə 24 yazım. A kubu üstə gəl 8 bölünsün A-nın kubu üstə gəl 24 64. A kubu üstə gəl 8 bölü A-nın kubu 24 sağa keçir mənfi 24 olur. A kubu üstə gəl 8 bölünsün A-nın kubu bərabərdir 40'a. Bizdən tələb olanı da tapdıq. Sekizinci sual necə yazarsınız? X kvadrat üstə gəl 3x üstə gəl 1 bərabərdir 0 verilib. X kvadrat üstə gəl 1 böl x kvadrata soruşulur. Burada verilən tənliyin hər tərəfini x kvadratına bölün. Hər tərəfini x-ə bölün, x kvadratına yox. X kvadratı bölünsün x. 3x bölünsün x. 1 bölünsün x bərabər 0 böl x-ə. X kvadratını x-ə böləndə x qalır. 3x x-ə böləndə 3 qalır. 1 böl x yerində qalır. 0 x-ə böləndə 0. Mənə 1x plus 1 böl x bərabərdir. 3 də keçsin sağa mənfi 3 yaransın. Bunun hər tərəfini kvadratı yüksəltsəm məndən tələb olunan alınacaq. Savurma sürünü açaq. 2 vurulsun, x vurulsun. 1 böl x üstə gəl 1 böl x'in kvadratı. X kvadratı üstə gəl 1 böl x'in kvadratı. Mənə lazım olanları yan bayan yazıram. Bu x'lər ixtisar gedir. Qalır 2 və 1 2 bərabər 9. X kvadratı üstə gəl 1 bölünsün x'in kvadratı. 9'dan 2 çıxıram 7 edir. Sonra 23-cü sualı köməkçi ilə də yaza bilərsiniz. Müxtəsər vurma düsturunu açıb da yaza bilərsiniz. Amma məncə düsturu açıb həll etsəz daha rahat olacaq. A kvadratı üstə gəl 2AB üstə gəl B kvadrat. A kvadratına B kvadratının cəmi 85 verib. A kvadratını B kvadratının yerinə 85 yazıram. AB'nin yerinə 42 yazıram. 2 vurulsun 42. 85 üstə gəl 2 də 42'nin 84. 85 üstə 84. 169 edir. Deməli cavab 169'dur. Sonra 24-cü sual asan necə yaza bilərik? Həm bunu kvadrata yüksəldim. Birincini. Alınır A-nın kvadratı. Üstə gəl 2 vurulsun. A vur 1 böl A bərabərdir 3'ün kvadratına. Hər birini kvadrat yüksəlt. Burada A'lar ixtisar gedir. Yox, bir şey yaddan çıxdı. Üstə gəl 1 böl A-nın kvadratı yaddan çıxmışdı. A-nın kvadratı üstə gəl. A'lar 7 qaldı 2. 1 böl A-nın kvadratı bərabər 9'a. A kvadratı üstə gəl 1 böl A kvadratı 9'dan 2'ni çıxaram 7. Misalın davamı üçün də bunu düstura açım. Birincinin kvadratı çıxılsın. 2 vur birinci vur ikinci üstə gəl ikincinin kvadratı. 1'in kvadratı 1 A'nın kvadratı A kvadratı.
Burada alay ixtisara gedir. A kvadratı çıxılsın 2 üstə gəl 1 bölü a-nın kvadratı. A kvadrat üstə 1 bölü a-nın kvadratının cavabını tapmışıq. 7 çıxılsın 2 o da 5. Sonra keçək kubun köməkçisinə. Kubun köməkçisini də bəzən istifadə eləmədən də yazmaq olur, köməkçisini istifadə etmədən də. Amma istifadə etsəz bu daha rahat gəlir məncə. Məndən a kubu üstə gəl b kubu tələb olunur. Kubun köməkçisini yazaq. A üstə gəl b-nin qiyməti verilib 5, 5-in kubu çıxılsın 3, ab verilib 2, a plus b verilib 5. 5-in kubu 125, 3 dəfə 6, 5, 30. 95 edir. Sonra 7-ci. M üstə gəl n